Salam dəyərli həmkarlarım və əziz şagirdlər. Bir qəşəng suala baxaq. İşi bir fəhlədir 5 günə, digəri isə yarısını 5 günə yetirir. Deməli, əgər 5 günü yerinə yetirirsə, yarısını, bütövünü 10 günə yerinə yetirir. Bu bizim ikinci fəhləmizdir, belə deyək. Birinci fəhləmiz isə 10 günə yerinə yetirir. Deyir, ikisi birlikdə bu işi neçə günə yerinə yetirilər? Əslində bizim iş düsturumuz belədir. A-da 1 üstəgəl B-də 1 bərabərdir T-də 1-ə. Amma mən sizə daha qəşəng də yol deyə bilərəm. Belə bir düstur da var. A vur B bölünsün A plus B-yə. Əslində bu düsturdan çıxır. Yəni daha rahat iş məsələsi işləmək istəsəz, bundan istifadə edə bilərsiniz. Yəni 5 vur 10 bölünsün 5 plus 10. Yəni olacaq, deməli 50 bölünsün 15-ə. 5-ə bölsək 10, 5-ə bölsək 3. Cavab eləyir 3-də 10. Yəni D variantı.